Alma sirkəsi ilə bir çoxlarımız arıqlamağı bilirik. Amma onu nə qədər içmək lazımdır ki, bədənimizə ziyan olmasın? Mən bilirəm, çünki elmi araşdırmanı sona qədər oxumuşam. Sizə də neçə milli içmək lazımdır ki, orqanizmimizə ziyan olsun demirəm. Niyə demirəm? Çünki xəbərə sona qədər baxmağınızı istəyirəm. Baxın, bilin. Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək kifayətdir. Yeni dərc edilən meta-analiz alma sirkəsinin çəki azaltma təsiri sübut edib. İtaliya alimləri tərəfindən aparılan tədqiqatda gündəlik 30 milli alma sirkəsi qəbul edən insanların bədən çəkisində, bədən kütlə indeksində və bel çevrəsində azalma müşahidə olunub. Araşdırmaya əsasən bu təsir xüsusilə artıq çəki, piylənmə və ya ikinci tip şəkərli diabeti olan insanlarda daha çox nəzərə çarpır. Orta hesabla iştirakçılar 3 ay ərzində 7,5 kiloqram çəki itirib. Bədən kütlə indeksləri isə 2 vahid azalıb. Alma sirkəsinin təsiri mədə boşalmasının ləngiməsi, toxluq hissinin artması, qlukoza və lipid mübadiləsinin yaxşılaşması, bağırsaq mikrobiotasına müsbət təsir mexanizmlərlə izah olunur. Bununla belə tədqiqatçılar uzun müddətli təsirlərin və təhlükəsizliyinin müəyyənləşdirilməsi üçün daha geniş və davamlı araşdırmaların aparılmasının vacibliyini vurğulayır. Qeyd edək ki, alma sirkəsi müalicəvi vasitə kimi deyil, köməkçi vasitə kimi istifadə olunmalıdır. Üstəlik sirkəni su ilə qarışdırıb içmək daha faydalıdır. İstənilən halda miqdar və qəbul etmə saatları ilə bağlı ailə həkimi ilə məsləhətləşmək çox vacibdir. Əgər xəbərlərimiz sizə maraqlı gəlirsə, cəlbedicidirsə və dostlarınıza bu qədər göndərirsinizsə, like-ı, bəyənməyi və şərh yazmağı da unutmayın. Çünki geri dönüşləriniz bizi daha həvəslə çalışmağa sövq edir.